Mən Azərbaycan hökumətinin və bəzi ictimai təşkilatların Türkiyə Böyük Millət Məclisi üzvlərini, yəni Türkiyənin millət vəkillərini aşağılamasını başa düşə bilmirəm. Anlamıram bu hikmətin sirrini. Həm güya fərqləndirirlər, həm də açıq-aşkar təhqir edirlər. Üstəlik, bu millət vəkilləri Azərbaycan əsillidirlərsə heç anlamıram. Hələ 15 il bundan əvvəl Türkiyədə millət vəkili olan Sinan Oğan'a tərəqqi medalı verib fərqləndirmişdilər və mən elə o zaman yazmışdım ki, Türkiyə Böyük Millət Məclisinin üzvlərinin belə urvadsız tutulması şəxsən mənim xətrimə dəyir. Çünki Azərbaycanda tərəqqi medalı həvəsləndirici mükafat sayılır. Buna görə də tərəqqi medalı dəstəklə verilir. Yəni, elə bil ki, bir kaset yumurta alırsınız marketdən, o cür. Tək-tək tərəqqi heç zaman verilməz. Gözləyərlər, 15-20 adam yığışandan sonra hamısını siyahıya salıb, bir məchul yeri gəlmişkən qeydi ilə paylayarlar. O misalla ki, molla gəlmişkən ölən ölsün. Bu günlərdə gözümə daha bir misal sataşdı. Türkiyə Böyük Millət Məclisinin üzvü, iqtidardan olan AKP-li millət vəkili Can Türk Alagöz Azərbaycanın fəxri ağsaqqalı medalı ilə təltif edilib. 1969-cu ildə doğulan Can Türk Alagöz bəy yaşına görə ağsaqqal sayılır onsuz da. Amma bu adamı gerçəkdən fərqləndirmək istəyirlərsə, nədən tərəqqidən də aşağı salırlar bunu anlamıram. Həm də birdən-birə bir neçə bal aşağı salırlar. Bunu da sual edəcəksinizmi? Lap dünənə qədər Ağsaqqallar Şurasının belə bir medal dağıtdığını heç eşitməmişdim. İnternetdə axtarış verəndə bircə fakt qarşıma çıxmışdı ki, hansısa professora, Eynəddin idi, nə idi, belə bir adda bir professora belə bir medal veriblər 2025-ci ilin dekabr ayında. Sonra mənə yazdılar ki, yox, yalnız bu deyil, bir neçə başqalarına da fəxri ağsaqqal adı veriblərmiş. Məsələn, 2025-ci ilin iyun ayının 5-də Şamaxı rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib. Konferans çərçivəsində Mail Alıcanov 85 illik jubileyi və ictimai fəaliyyətinə görə fəxri ağsaqqal döş nişanı ilə təltif olunub. Mail müəllim də Babat dələduzluq fəaliyyətlərinə görə fərqlənən ziyalılardan biridir. 2024-cü ildə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrıma, Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının sədri Mahmud Özirə, Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Orhan Erdemə fəxri ağsaqqal döş nişanları təqdim edilib. İkincisi və ən maraqlısı, axı Azərbaycanda bu tip quruluşların, yəni saqqalının rəngindən asılı olmayaraq bütün ictimai təşkilatların medal və orden adlandırıla biləcək təltiflər verməsi nəinki qadağan edilib, üstəlik dələduzluq və buna bənzər maddələrlə cinayət təqibinə alınır. Görünən budur ki, xətri bizim üçün əziz olan millət vəkili, məsələn, Can Türk Alagöz bəy üçün belə bir riski də gözə alırlar. Çox yaxşı, bu qədər sevirlərsə, adamı və elə o biri türk deputatları da tərəqqidən də aşağı tutmaqla nə demək istəyirlər? Yəni, sözün Mustafası budur ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev ki, elə o da Sovet zamanından qalma müqtədir dələduzlardan biri kimi fərqlənir. Türkiyəli millət vəkillərini faktiki olaraq abort edilmiş bir medalla təltif edir. O biçarələr də bunu yekə bir fərqləndirmə sayaraq bioqrafiyalarına yazırlar. Mən buna görə deyirəm ki, dost və qardaş ölkənin bir millətin o biri dövlətinin mandatlı imtiyazlı şəxslərini bu cür aşağılamağı yaxşı saymıram və buna etiraz edirəm. Həm də onu nəzərə alaraq ki, bu medalları, döş nişanlarını dağıdan Azərbaycan Ağsaqqallar Şurasının tərkibinin aşağı-yuxarı 95,5%-i Sovet zamanından korrupsiya və dələduzluqlarla başqa ictimai təhlükəli əməllərlə məşğul olan insanlardır. Türk deputatların da bu şkalaya salınması mənim o qədər də xoşuma gəlmir.